Xəbər verdiyimiz kimi Gəncə şəhərinin ən qədim qəbirstanlıqlarından olan Səbiskar qəbirstanlığında geniş abadlıq işləri davam edir. Hazırda qəbirstanlıqda kanalizasiya və drenaj xətlərinin yenilənməsi işləri aparılır. Görülən işlər çox əsrlik qəbirstanlıqda ilkdir. Yeni kanalizasiya və drenaj xəttinin çəkilməsi ilə qəbirstanlıqda yaranan gölməçələr aradan qaldırılacaq. Məlumat üçün bildirək ki, görülən işlər qəbirstanlıq rəhbərliyi tərəfindən və xeyirxah insanların dəstəyi ilə həyata keçirilir. 30 ilə yaxındır ki, Quran oxuyuram, bu qəbirstanlıqda işləyirəm. Bu qəbirstanlıqda heç zaman kanalizasiya sistemi olmayıbdır. Müdürümüz Ceyhun müəllimin rəhbərliyi ilə və xeyirxah insanların köməkliyi ilə kanalizasiya sistemi çəkilir. Və həm də ki, burada tametlər döşənir, yollar abadlaşdırılır. Bunların hamısı ziyarətə gələnlər üçündür. Xalqımıza belə xidmət göstəririk. Mən də davamlı 6-7 ildir burada işləyirəm. Burada, yəni mən gələndən, məndən də qabaq elə eşitmişəm ki, burada belə işlər görülməyibdir. Ceyhun müəllim sağ olsun, bu boyda işlər gördürür. Xeyirxah insanlar da kömək edirlər. Buralar yağış yağanda göl olurdu. Həm bizim özümüzə əziyyət olurdu, həm də bura gələn insanlar əziyyət çəkirdilər. İndi mən də özüm görürəm ki, cəmaət keyf gəlir, hamı razılıq eləyir. İşlər çox şaxəli aparılır. Bu işlər çərçivəsində qəbirstanlıq ərazisinə tamet daşları düzülüb. Həmçinin ziyarətə gələnlər üçün stullar qoyulacaq, işıqlandırma sistemi yaradılacaq. Məlumat üçün bildirək ki, qəbirstanlıq ərazisi 7 hektar ərazini əhatə edir. Bura ölkəmizin hər bir bölgəsindən, hətta ölkəmizdən kənardan belə ziyarətçilər gəlir. Onu da deyək ki, qəbirstanlıqda ölkəmizin tanınmış ziyalıları uyuyur.